1 Aha. ve 2. Al işte. Hadi. 4, 2. Bu 2. Bu da 4. Sen Sroç'un ona işin olmaz. Oradan gir. Deməli mən deyirəm ki, sən parjarsan da bizi elə tələsirsən. Deyir, yox, mən nə vaxt açam. İndi səhər durmuşuq, oğlum müəllim yanına gedib. Deməli mən də uşaqlara pizza bişirəcəkdim. O ailəvi dostumuz olan dostlarımız bizi çağırırlar, bir yerə yığışırıq hamımız. Yenə həmin dostların evinə. Günortaya amma. İndi xəbər tutmuşuq. Siz biləsiniz ki, tez ol. Ben de uşaqlar üçün pizza bişirəm. Yine deyir ki, açan olacaq. O deyirəm ki, biri bişib, biri sobadadır, biri də ki, deməli bişməyi gözləyir. Bu bişməyi gözləyir. Bu hazırdır. Biri də ki, sobada bişir. Hazır olaraq yarım saata gedəcəyəm. Yarım saata Yəni sizin bildiyiniz, biz yenə qaçırıq. Yenə pajardır, biz də yenə qaçırıq. Ой. Ты как это сделала? Сама не знаю. Господи. Мама уронила коробку. Всем привет. Она моя красавица. Yemin nefesim. Oo, yüzden kaşan dokuyu verirsen. Neyim var? Mən yaşa papağım var. Qəşisidir papağım, qəşisi. Sen papağı koymusan? O kadar ben. Papağımı ters takmış. Kotası kalıp. İçeride. Papağım da oturmuş baş. Değilim niye oturmuş başıma papağa da çekmiyorlar. Sözler. Ben de papağı niye geçmiyor ben başıma? Ben biraz benim. Bir şey başına. Kızım diretmedi çölmedim yoldaşım dedi. Bunu ters bak koyupsa bunun kotası için. Kalım. Eskireyim çöpeyim bence ben daha şu. Kamera açıldı şu. Şu. İnsan ne? İnsan bilmez ki bu niye girmiyor başıma. Bu ne to? Keçmir, başım keçmir. Hələ savlar var. Yaxşıdır ki, tərs taxa çəkmişəm amma tərs taxa yerdə çəkmişəm, videoya düşüb tərs baxaram görməliyiz. Ay dədə öldüm, qarnım ağrıdı gülməkdən. Ay dədə. Da indi hazır. O qədər tələsdir. İnanın da bütün nə bilim elə ancaq qaçırır da biz. O kadar tələsdirdi, papağımı da ters koyduk diye bunu da getirip bana bağlama. Özün dikkatsiz olursa. Burada benim hiçbir günahım yoktu. Oluşum. Появилась первый раз. Спускается с неба на метле. Совсем ребенок. Глазенки сверкают. Одета. Çok hoşum gəlir mən belə skaskalara. Bunların kinoları, bunların müzikləri. Bu animedir. Какие времена? Все старое забывает. Biz bunları uşaqlıqda Хотя müzik мне от deyərdik. ревматизма только твои снадобья и помогают. Торопил, а в последний момент... Bəladır düşüb cəmatın canını. Мне кажется, что в дорогу нужно собираться серьезно и без суеты. Сразу на них вижу, появится Xoşum симпатичный gəlir. мальчик. И мне от него улетать, да? Ну, отлично, ты так придумала и сразу помчалась. Точно. Качай. Славный запах.
Xəstə xörəyi nədir? Qreçka. Qreçka. Qreçka sənə vitaminlidir. Qreçka çox. Bizdə dənizdən bu xoşlayır. Bizdə dənizdən bu xoşlayır. Mən bir bəlkə siz inşallah. Bir dənə adi lərgəpolu yeməli, demir gəlib. Yox, mən adi bax bir dənə pizza bişirsəm, bu deyəcək üstünə filan şey qoyma. O deyəcək bunu eləmək yeyim. Bu deyəcək mən toyuqlu istəyirəm. O deyəcək sosiskalı istəyirəm. İnan dayı belə vərəm olur adamda. Biz onu iki yerə bir dənə əsas şeyi iki yerə bölünür. Yəni biz yarısı bir tərəfində isti yoxdur, duzdur, məndən pomidorlu, xiyarlı, bir tərəfində özə mənə deyirlər ki, var, mama deyir ki, bişir, deyirəm ki, budur. Deyirəm ki, sən başa düşmürsən ki, budur. Deyirəm, budur, yeməyəcəklər, ana. Deyəcək, budur, yaxşı acı qalıram. Deməyəcək ki, mən acımışam. Ver də, nə olar? Bu sıxır. Ay, Məni kimdir presləyən? Papa. Приехали. Düşdük. Уходим. Уходим. Soyuqdur. Dava. Yaxşı. Buradır, hələ sağ. Hələ sağ bizi də. Çıxırır şaxtaya, ay Allah. Necə soyuq. Necə soyuqdur. Niyə keçək var? Qar yağır. Bilmir, amma yağır. Sulu qar yerə bilər. Geyindim, qutardım. Dəyişdi yayın başımızı. Deməli, hara getsəm, evə çatıram ha. İnanın mənə elə bilirəm ki, dünyanın ən gözəl yeridir də. O qədər rahat olurum. Şükür Allaha gedirəm, evə gəlib çatdım da. Deyirəm, o deyirlər, evim, gözəl evim. Deyirəm, yəqin məni qədər evi sevənlər çıxardıblar da bu sözü. Məni qədər gözəl evi sevən var. Hara getsəm, naprijonluyum. Evə gəlirəm, ayağımı uzadıram, bıraxdı. Şükür Allaha evə gəlib çatdım. Ona görə deyiblər, yəqin mənə kimi adamlar da çıxaramısınız ki, evim, gözəl evim. Halbuki getmirsən, oturmuşsan. İnanın, mən görmüşəm ki, kişi deyər ki, get uşaqları çağır da gedək evə. Qadın deyər, oturmuşuq da, biraz da oturaq da, biraz. Bizdə tərsinədir. Saata baxırdım, deyirdim ki, gedək, yavaş-yavaş gedək. Hə, yaxşı, gedək. Mən deyirəm ki, gedək, biraz qalıram. Sonra yoruluram da, özüm nasıl deyir, yorğun yoruluram da, deyirəm, evi istəyirəm. Evdə nə qədər iş görürəm, oturam, istirahət edirəm, dururum. Düzdür, amma ki, indi istirahət edirəm də. Amma bir yerə gedəndə, qabağıma hazır yemək qoysalar, hazır çay qoysalar, onda da yoruluram. Ev istəyirəm, özüm nasıl deyirəm, qəribədir. Ona görə də tak što dəyişdim əyin başımı, sonuçta, yəni, sportivni falan elə getmişdik. Amma ki, dəyişdim, indi gedim. Üzümü sabunlamışam. İndi danışım sizə üzümün halını. Mütçilərlə siləcəm, onda danışacağım sizə üzümün halını. Deməli, üzümü getdim, köpükləndirdim, yudum üz, deməli, köpüylə, sabunuyla. Ondan sonra foşur belə suyuna yudum, təmizlədim, ilıq suyuna. Ondan sonra gəldim, mütçilərlə sildim, təmizlədim. Baxın, pambıq buradan idi, pambıqlarımı da tükəndirdim. Pambıqlarımı da qutardım, sildim, təmizlədim. Sonra indi getdim, bir dəfə də köpüklə yudum. Yaxşı, mütçilərdən sonra niyə yudum? Mütçilər üzümdə qalmasın, amandı qalmasın. Kimə lazımdır bu qədər? Mən o qədər kisloroda qarşı mənim, oksigenə qarşı mənim o qədər simpatiyam var ki, mən hər gün yay, qış, yaz, payız heç fərqi yoxdur. Hər gün pəncərələr açılmalıdır səhər. Deməli, yola salsam uşaqları, hər gün pəncərələri açıram. Bütün otaqlarım, bütün ev eşiyi, bütün havalanmalıdır, belə skvazyak olmalıdır. Ev olur buz, bu soyuqda, buz. Amma ki, rahatlaşıram. Tərtəmiz, ondan sonra pəncərələr bağlanır. Təmizləsəm də o vaxtda təmizləyirəm. Ondan sonra pəncərələr bağlanır. İndi üzümə qarşı da elə. Deyirəm ki, birdən üzüm yaxşı nəfəs almaz. İndi nəmləndiricim, nəysə qutardım. Bir də ki, mən, yəni ki, mütçilərdən sonra getdim, köpükləndirdim, yenə foşur yudum. Ondan sonra gəlirəm salfetka ilə, mən heç vaxt əl üz dəsmalı ilə silmirəm, salfetka ilə silirəm, salfetkaya baxıram. Nə vaxt ki, ağabbaq oldu, rahatlaşım. Üzüm, rahat nəfəs alır. Bədənimizi də həftədə bir də uşaqlarım da öz kisələnməliyik ki, dərimiz nəfəs alsın.
uşaqları da o vəziyyətə xəstəliyə salmışam. Artıq uşaqlar da mümkün deyil. Həftədə bir dəfə oğlum da deyir ki, mama mən bu gün pis eləməlisən, bu gün hə doğrudan. Özü də oğluma demişdim ki, o vaxtı uşaq deyir ki, belə də qorxurdu ki, bir də kisələnmək nədir? Dedim ki, qurtlar var da, bədənimizə qurtlar tökürək. Hələ yadında qalıb. İndi bilir elə şey deyil, artıq böyüyüb. Amma deyir ki, mama bədənimi qurtların tökmək vaxtıdır. Nəysə ona belə öyrətmişəm. İndi nəmləndiricimi sürtdüm, indi göz altı kremimi sürtdüm. Всё. Sonra düşürəm aşağı. Görüm evdəki xırda-xuruş nə varsa, bakal, stakan, nə batıq varsa, onları da yuyum. Bir də ki, mən bax buna qarşı, bu təmizliyə qarşı, sonra batıq qablara qarşı, mümkün deyil mənim evimə gəlib səhər, gecədən qalma qab görmək mümkün deyil mənim evimdə. Mümkün deyil. Ancaq Allah iraq eləsin, mən nəsə xəstə ola bilərəm ki, onda da dərman atıram, tez temperaturum düşən kimi, o moment insan biraz halı olur axı, onda tez gedib qabları geri yuyaram ki, indi birazdan temperaturum qalxacaq, pisləşəcəm. Təki qab qalmasın. İndi belə də qablarım yəni yoxdur, amma bakal, stakan falan filan, onlar da qalmasın, bağırım çatlayır. Belə gicgicə mənim şeylərim var. Bəlkə də yaxşı şeydir, bilmirəm, amma həyatımın komfortunu azaldır belə şeylər. Amma təmizlik olanda mənə ləzzət verir də görürəm ki, tərtəmizdə, xoşuma gəlir. Amma komfortumu azaldır. Nəysə belə, düşüm aşağı, aşağıda sağollaşacağım sizlə. Bura qədər izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Tək xahişim sizdən, məni izləməyə almayan, yəni hələ də izləməyə almayan izləyicilər varsa, çox xahiş edirəm sizdən, bir dənə izləməyə almaq üçün toxunun. Əziyyətsiz, pulsuz, parasız, amma mənə o qədər böyük yaxşılıq etmiş olursunuz, məni elə sevindirirsiniz. Mən nə mənalar yükləyirəm, məni izləməyə alan izləyicilərimə bilərsiniz, elə mənalar yükləyirəm, deyirəm ki, vlogumu bəyəniblərdi, məni maraqlı gəlmişəm, deməli deyirlər ki, görəsə bundan sonra nə vlog paylaşacaq, falan filan, ay, heç bəlkə nəyə düşünmürsünüz, mən nələr düşünürəm, bilirsiniz mənim vloglarımı, videolarımı dürüst, səmimi, bəzəksiz, düzəksiz olduğu kimi və hər həftə video yükləyirəm. Sizdən çox xahiş edirəm. Əziyyətsiz, pulsuz, parasız bir dənə izləməyə alın. Videomu bəyəndiysəniz əgər like-a toxunun, bəyənin, ifsyo. Elə böyük yaxşılıq etmiş olursunuz. O qədər məni sevindirsiniz, o qədər motivasiya verirsiniz. Bir də məni ələ salanlar var idi ya. İlk izləyicilərim bilirlər məni. Məni ələ salırlar. Ay sənin 4 dənə izləyicin var. Ay sən 5 nəfər izləyici üçün. Ay sən 6 nəfər izləyici üçün. Video çəkirsən. Yavaş-yavaş bir izləyicilərim çoxala onların səs tonları düşüb aşağı. Ona görə də mən sizinlə ancaq gücləşə bilərəm, güclü ola bilərəm. Onların səs tonunu tamamilə volümunu sıfıra endirək. İnşallah, Allah qoysam. Sizi çox sevirəm. Sizdən xoşbəxtlik arzulayıram sizə. Ürəyiniz, üzünüz hər zaman gülsün. Hər zaman, hər gününüz xoş keçsin. Və məni sevə-sevə də izləyin inşallah. Yeni gələn izləyicilərim var. Onlara da buradan sevgilərimi göndərirəm. Onlara çox təşəkkür edirəm ki, məni izləyirlər, izləməyə alıblar. Mənim bu xahişlərimi, yalvarışlarımı, məni bu ələ salanlara qarşı arxamda durublar. Onlara çox təşəkkür edirəm. Bir də ki, mənim ilk izləyicilərimə də çox təşəkkür edirəm ki, hələ də izləyirlər. Məni izləmədən çıxarda da bilərlər axı. Çıxarmayıblar. Onlara da sevgilərimi göndərirəm. Yeni izləyicilərimə də kimlər gələcəksə, mənim bu yalvarışlarımı, məni bu ələ salanlara qarşı arxamda duracaqsa, onlara da minnətdarlığımı bildirirəm. Gözləyin, qəşəng-qəşəng vloglar gələcək inşallah.